Değerli yoldaşlar, indi isə keçirik Azərbaycan Sasanilər dövründə mövzusunun ikinci hissəsinə. Demək, birinci Xosrov Ənuşiravan kimdir? Sasani hökmdarıdır. Sasani hökmdarı və islahatları ilə tarixə düşmüşdür. 531-579-cu illərdə Sasanilər imperiyasında şahənşah olmuşdur birinci Xosrov. İslahatları 3 istiqamətdə aparmışdır. 1. İnzibati islahatlar. İnzibati islahatlar nəticəsində bütün Sasanilər imperiyası 4 kustaklığa bölünüb. Kustak. Deməli, kustaklıq bir növ canişinlik sistemi idi. Bu 4 kustaklıqdan Şimal kustaklığına Albaniya və Atropatena əraziləri daxildir. Yəni, bütöv Azərbaycan Şimal kustaklığına daxil idi. Digər adı ilə Azərbaycan kustakı da deyə bilərik buna. Deməli, birinci Xosrovun ikinci islahatı torpaq islahatı idi. Torpaq islahatı nəticəsində sahibsiz torpaqlar deməli, ölçüyə alındı. Sonra o torpaqlar, yəni sahibsiz torpaqlar hərbçilərə paylandı. Məqsəd burada deməli, güclü siyasi qayaq yaratmaq idi. Və nəticədə deməli, torpaq sahiblərinin sayı artdı. Bu hansı torpaq sahibi olacaq? Deməli, Xostakın sahibi. Biz öncəki slaydımızda demişdik ki, deməli, Xostak şərti torpaq sahibliyi idi və birinci Xosrov Ənuşiravanın dövründə yaranmışdı. Vergi islahatları. Birinci Xosrovun vergi islahatları nə idi? Vergi sistemində özbaşınalığa son qoydu. Yəni, hakimlərin özlərinin vergi artırması, əlavə vergilər alması, belə hallar yığışdırıldı. Sonra uşaqlar, qadınlar, qocalar, kahinlər, məmurlar vergilərdən azad edildilər. Nəticədə, bu 3 islahatın nəticəsində şərti torpaq sahibliyi genişləndi, yəni Xostak genişləndi. Xırda və orta torpaq sahiblərinin sayı artdı. Var idi iri torpaq sahibləri. Amma bu islahatdan sonra xırda və orta torpaq sahiblərinin sayı artdı. Deməli, hələ birinci əsrdən Albaniyada Arşakilər hakimiyyətdə idi. Biz nə demişdik? Parfiya dövründə deməli, Albaniyada və Atropatena ümumiyyətlə Parfiya dövlətinin tərkibinə qatılmışdı. Albaniyada isə Arşakilər sülaləsi, Parfiya mənşəli Arşakilər sülaləsi hakimiyyətdə idi. Moisey Kalankatlı, digər adı ilə Musa Kalankatlı Alban tarixçisidir və 10 Arşaki hökmdarının adını çəkir. 10 Arşaki hökmdarının adını çəkir. Birincisi, birinci Qoçaq Vaçaqan. Qoçaq Vaçaqan, bu qoçaq adam olub da, belə götürək. Deməli, bütün Albaniyanı vilayətlərini birləşdirdi. Yəni, bütün Albaniya vilayətlərini birləşdirərək mərkəzləşdirilmiş güclü dövlət yarada bildi. Ona elə Qoçaq Vaçaqan demək olar. Ondan sonra hakimiyyətdə ikinci Vaçi olur. 255-262-ci illərdə. 255-262-ci illərdə. Deməli, birinci Vaçi 260-cı ildə demək, Sasani hökmdarı birinci Şapur Roma imperatoru Valerianla döyüşdü. Yəni, Roma-Sasani vuruşması oldu 260-cı ildə. Və birinci Şapur Roma ordusunu məğlub elədi və imperator Valerianı əsir alır. Belə şey görülməmiş bir şey. Roma imperatoru əsir düşür Sasanilərə və 262-ci ildə isə birinci Şapur Vaçiyə xəbər göndərir ki, təslim ol. Çünki birinci Vaçi Roma pərəsti idi. Yəni, Sasanilərə təslim olmaq istəmirdi əvvəllər. Amma sonra neyləsin, Roma imperiyasını məğlub edən Sasanilərə məcbur təslim olur. Sasanilərə tabi olur və 262-ci ildə birinci Şapurun Nəqşi-Rüstəm abidəsi ki var, orada tabi etdiyi dövlətlərin, xalqların, ərazilərin adları var. 27 ölkə ki var, onu tabi etmişəm deyir. Birinci Şapur harada? Nəqşi-Rüstəmdəki abidədə
Orada həm Atropatenanın adı çəkilir, o 27 ölkədən biri Atropatenadır, biri Albaniyadır, biri də onlar deməli Balasakan adlandırdıqları, ölkə kimi adlandırdıqları Albaniya vilayətidir. Balasakan. Balasakan digər adı ilə Paytakaran və yaxud Beyləqan, biraz da müasirləşir, Beyləqan kimi də tanınır. Harada yerləşirdi? Kürlə Arazın qovuşduğu ərazidə yerləşirdi Balasakan vilayəti. Əhalisinin əsas hissəsi saklar idi. Ona görə Balasakan, sak sözü burada görünür. Balasakan. Ümumiyyətlə saklarla bağlı ərazi yerlərini biz irəlidə görəcəyik. Albaniya vilayətləri var idi. Yəni Albaniya ərazisi vilayətlərə bölünürdü. Kür çayı gəlir Xəzərə axır. Onun sol sahili, yəni Albaniyanın şimalına doğru Kürdən və cənubuna doğru sağ sahili vilayətlər var idi. Kürün sol sahil vilayətləri, yəni Albaniyanın şimalına, Kürdən şimalına doğru vilayətlər Kambisena, Çola, Lipina vilayətləri, eyni zamanda Qəbələ, Şəki vilayətləri, bunlar Kürün sol sahil vilayətləri idi. Kürün sağ sahil vilayətləri hansıları idi? Arsak. Yəni Arsak dediyimiz vilayətdir. Görürsünüz, yenə Sak adı. Balasakan kimi sakların adı ilə bağlı bir vilayətlərdir. Deməli, Uti, sonra Paytakaran, Sünik, bunlar Kürün sağ sahil vilayətləri idi. Dəyərli yoldaşlar, 1-ci Şapur vəfat edir. 1-ci Şapur belə bir nəhəng imperiyanı formalaşdırdı. Ərdəşir Babəkandan sonra 27 ölkəni tabe elədi, amma 272-ci ildə 1-ci Şapur vəfat edir. Nə vaxt? 272-ci ildə vəfat edir. Nəticədə deməli, Albaniya qısa müddətli müstəqillik əldə edir. Qısa müddətli. Amma sonra yenə də Sasanilərin tərkibinə qatılacaq. Sual oluna bilər, Sasanilər dövründə Albaniya ilk dəfə nə vaxt müstəqillik əldə edir? 1-ci Şapurun ölümündən sonra, deməli, 272-ci ildə. Urnayr. Kimdir Urnayr? Urnayr da elə Moisey Kalankatlının dediyi Alban Arşaki hökümdarlarından biridir. Biz birinci Qoçaq-Vaçaqanın adını çəkdik, birinci Vaçenin adını çəkdik, üçüncüsü isə Urnayrın adını çəkirik. Alban hökümdarıdır, Arşaki sülaləsinə mənsubdur. Hakimiyyət illəri 313-371-ci illərdə hakimiyyətdə olmuşdur. Müstəqil xarici siyasət yeridirdi, xarici siyasət. İkinci Şapurla müttəfiq idi. Bir növ elə daxili siyasətdə ikinci Şapura tabe idi, belə görə bilərik, ancaq xarici müstəqil siyasət yeridirdi. Və Urnayrın dönəmində çox əhəmiyyətli döyüşlər baş vermişdi. Bunlar hansılar idi? 359-cu ildə Amid döyüşü baş verir. Amid döyüşü Sasanilərlə Romalılar arasında baş verir. Roma imperiyası, Sasani imperiyası arasında. Bu döyüşdə, yəni Amid döyüşündə Sasanilər qələbə çalır. Romalılar məğlub olur Amid döyüşündə. Sonra yenə bir döyüş baş verəcək. 371-ci ildə Zirav döyüşü baş verir. Zirav döyüşü. Yenə Sasanilərlə Roma arasında. Lakin bu dəfə Sasanilər məğlub olur, Romalılar qalib gəlir. Deməli, Albaniyanın, belə deyək də, Uti, Şakasen, Kolt, Girdiman vilayətləri 371-ci il Zirav döyüşü nəticəsində Albaniyadan qoparılır. Yəni, Albaniyadan əlindən alınır, birləşdirilir Romaya birləşdirilir. Hansı vilayətlər? Uti, Şakasen, Kolt, Girdiman vilayətləri. Amma 387-ci ildə Sasanilərlə Roma arasında bir müqavilə bağlanır, sülh müqaviləsi. Nə vaxt? 387-ci ildə. Və həmin sülh müqaviləsinə görə Cənubi Qafqaz bölüşdürülür. Baxın, Cənubi Qafqaz bölündü. Kimlər arasında? Romalılarla Sasanilər arasında. Və nəticədə itirilmiş bu Albaniyanın Uti, Şakasen, Kolt, Girdiman vilayətləri, hansı ki 371-də Zirav döyüşündə itirilmişdi. Onlar geri qaytarılır 387-ci il Sasani-Roma müqaviləsinə əsasən.
İndi gəlirik Asuagen. Asuagen kimdir? O da Arşaki sülaləsinə mənsub deməli Albaniya hökmdarıdır. Asuagen 5-ci əsrin birinci yarısında hakimiyyətdə olub. 5-ci əsrin birinci yarısında. Asuageni bilirsiniz, müharibə aparan adam olmayıb. Adam elə bil ki, Albaniyanın belə təhsil işlərinə baxır da. Adam kitab oxuyandır, savadlı adamdır, istəyir ki, bütün əhali savadlı olsun, bilikli olsun. Belə psixologiyalı bir insan olur, hökmdar olur və bunu da tətbiq eləyir öz ölkəsində. Nə edir? Asuagen mədəni dəyişikliklər edir. Köhnə Alban əlifbası əsasında yeni Alban əlifbasını deməli formalaşdırır, tapşırır ki, belə bir əlifba yaradılsın və yaradılır. Uşaqları təhsilə cəlb edir. Fikirləşir ki, uşaqların təhsili vacibdir və dövlət səviyyəli proqramlar həyata keçirir, uşaqları təhsilə cəlb edir. Və deməli, həm dini kitabları, həm digər kitabları, tarixi kitabları, ədəbi kitabları, yəni ümumiyyətlə kitabları tərcümə etdirir Yunan dilindən və Suriya dilindən Alban dilinə. Hansı dillərdən? Yunan və Suriya dilindən Alban dilinə tərcümə elətdirir. Asuagen'dən sonra 5-ci əsrin ikinci yarısında, ortalarından ikinci yarısına doğru, yəni 444-463-cü illərdə 2-ci Vaçi hakimiyyətdə olub. 2-ci Vaçidə Arşakilər sülaləsinə mənsub, deməli Albaniya hökmdarıdır. 2-ci Vaçi Sasanilərlə qohum idi. Konkret 2-ci Yezdəgirdlə qohum idi. 2-ci Yezdəgird kim idi? Sasani şahənşahı idi. Və 2-ci Vaçidə Sasani şahənşahı ilə qohum idi və onun dönəmində demək Sasanilərə tabeçilik nümayiş etdirirdi. Amma sonra nə olacaq? 457-ci ildə 2-ci Yezdəgird vəfat edir. Vəfat elədi şahənşah. Elə bunun vəfat eləməyini gözləyirdi 2-ci Vaçi. Dərhal üsyan qaldırır. Üsyan qaldırır və üsyan 457-ci ildən 463-cü ilə kimi davam edir. 457-463, təqribən 7 il, 6 il müddətində üsyan olur. Kim? 2-ci Vaçi Sasanilərə qarşı. O, Sasanilərə qarşı çıxır. Sonra Çola dərəsini, yəni Dərbənd ətrafı əraziləri, Çola dərəsini tutur. Massagetləri, Qafqazda Massagetləri öz tərəfinə çəkir və Qafqazın 11 əsas hakimi ilə deməli ittifaq yaradır. Qafqazın 11 əsas hakimi ilə. Yəni fikirləşir ki, bunları toplayaram bir araya və mən Sasanilərə güc gələrəm, onların tabeçiliyindən təmiz çıxaram. Və eyni zamanda 2-ci Vaçi atəşpərəstlikdən imtina edir, xristianlığı qəbul edir. Dinini də dəyişdirir. Yəni bu adam elə bil ki, gözləyirmiş ki, haçan bunun qohumu Yezdəgird vəfat edəcək. Dərhal elə planlarını həyata keçirir. Sasani şahı Firuz hakimiyyətə gəlir. Sasani şahı Firuz. 2-ci Yezdəgirddən sonra Firuz hakimiyyətə gəlir. Firuz hakimiyyətə gəldikdən sonra Sasanilərdə bir müddət 2-ci Vaçi ilə işi olmur. Bir müddət ona, yəni başı digər işlərə qarışır, daxili məsələlərə qarışır, beynəlxalq işlərə qarışdığı üçün 2-ci Vaçi ilə o qədər də maraqlanmır. Amma 2-ci Vaçinin artıq xristianlığı yayması falan belə bu məsələlər deməli elə bil ki, Şahənşah Firuzun qırmızı çizgisi deyirlər də, qırmızı xəttinə toxunmuş olur. O nə edir? Deməli, Haylandur Hunlarını, Şahənşah Firuz Haylandur Hunlarını çağırır ki, gəlin 2-ci Vaçi ilə müharibə edin. Niyə? Çünki o xristianlığı yayır. Haylandur Hunları da xristianlığın Qafqazda yayılmasını istəmirdi. Və ola bilsin ona Hunlara nələrsə vəd edir falan və Haylandur Hunları hücuma keçir. 462-463-cü illərdə deməli 2-ci Vaçini məğlub edirlər. 2-ci Vaçini məğlub edirlər və 2-ci Vaçi artıq məğlub olduqdan sonra Firuzdan xahiş edir ki, sən mənə icazə ver, mən gedim öz ata-baba yurdumda yaşayım, ata-baba mülkümü idarə edeyim, yəni hakimiyyətdən də əl çəkir. Bu ərəfədə, deməli Şahənşah Firuz hakimiyyətə gələndə, yəni taxta çıxanda
İkinci Vaki axı üsyanda idi Sasanilərə qarşı. Bir növ biraz Şahənşah Firuzun diqqətini cəlb etmək və yaxud da bilmirəm orada nəsə siyasi maraq güdürdü. Firuzabad şəhərini saldırır. Şahənşah Firuzun adına Firuzabad şəhərini saldırır. Bu indiki Bərdə şəhəridir. Və Qəbələdən sonra Bərdə, həmin bu Firuzabad, yəni Bərdə 5-ci əsrdə 2-ci Vakinin vaxtında Albaniyanın ikinci paytaxtı olur. Biz Albaniya mövzusunu keçəndə demişdik ki, Albaniya yarandı 4-cü əsrin sonu eramızdan əvvəl. Onun paytaxtı Qəbələ şəhəri idi. Bizim eranın 5-ci əsrinə qədər Qəbələ şəhəri olacaq. Sonra da Bərdə şəhəri olacaq. Həmin proses bax burada gerçəkləşir. Şahənşah Firuz elə ki, Haylandır Hunlarını çağırdı və Vaki məğlub olub təslim oldu, getdi. Dərhal Albaniyada hakimiyyət, yəni yerli sülalənin, yəni Türk tayfa sülaləsinin hakimiyyətini ləğv elədi. Və 463-cü ildən, yəni 2-ci Vaki gedəndən sonra 487-ci ilə kimi Albaniyada 1-ci mərzbanlıq dövrüdür. Yəni canişinlik dövrü. Sasanilərin göndərdiyi canişin Albaniyanı idarə elədi. 1-ci mərzbanlıq dövrü 463-487-ci illərdə. O müddətdə Sasanilərdə yerli hökmdar olmayıb. Bu zaman, yəni 1-ci mərzbanlıq dövründə, Firuzun zamanında əhali siyahıya alındı. Vergilər artırıldı. Əsas artırılan vergilər kəndlilərin, şəhərlilərin ödədiyi və ruhanilərin ödədiyi vergilər artırıldı. Deməli, artıq bir növ Vakinin dönəmində əgər müəyyən daxili müstəqilliklər var isə, mərzbanlıq dönəmində o müstəqilliklər tam ləğv olundu və əhalinin sosial vəziyyəti biraz daha pisləşdi.